Salam 7-ci sinif şagirdləri. Sizlərlə Seyid Cəfər Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının biologiya müəllimi Məmmədova Çiçəkdir. Bugün mən sizə 7-ci sinif dərsliyimizin 1-ci hissəsindən 3-cü bölmənin 2-ci mövzusunu, yəni tozlanma mövzusunu izah edəcəm. Keçən dərs çiçəyin quruluşunu keçdik və çiçəyin quruluşu da əslində tozlanmanın getməsi üçün bizə müəyyən informasiyalar verir. İndi öyrənəcəyik ki, bu hansı informasiyalardır? Açar sözlərə baxaq. Tozlanma, çarpaz tozlanma, öz-özünə tozlanma. Əvvəlcə başa düşək görək, tozlanma nədir? Biz demişdik ki, erkəkcik təşkil olunmuşdu bir erkəkcik sapından, bir də tozluqdan. Tozluğun içərisində tozcuqlar var. Bu tozcuqlar erkəkcikdə əmələ gəlir. Erkəkcik tozcuğu tozlanma zamanı, yəni erkəkcik tozcuqları dişiciyin ağızcığına düşürsə, bu hadisə adlanır tozlanma. Dişiciyi də bir dənə quruluşunu yadımıza salaq. Demişdik, o təşkil olunmuşdu ağızcıq, sütuncuq, yumurtalıqdan. Yumurtalığın içərisində bir və ya bir neçə yumurtacıq da ola bilər. Bu yumurtacıqdır. Qısa yazıram, vaxtımız çox getməsin deyə. Deməli, tozlanma erkəkcik tozcuğunun dişiciyin ağızcığına düşməsi prosesi adlanır tozlanma. Əgər erkəkcik tozcuğu dişicik ağızcığına düşübsə, deməli bu bitkidə tozlanma hadisəsi baş verib. Çiçəkli bitkilərdə də çoxalmanın baş verməsi üçün erkəkcik tozcuqlarının dişicik ağızcığına düşməsi vacibdir uşaqlar. Əgər erkəkcik tozcuqları dişicik ağızcığına düşməzsə, o çiçək nə toxum, nə meyvə əmələ gətirməyəcək. Yəni, tozlanma getməsə, toxum əmələ gəlməz. Yəni, çoxalma baş verə bilməz. Çünki bitkilərdə həmin toxumlar vasitəsilə çoxala biləcəkdir. Yəni, o toxumlar növbəti bir bitkinin başlanğıcı ola biləcəkdir. Amma tozlanma getmədisə, toxum əmələ gəlməyəcək. Bunu daha geniş, yəni tozlanmadan sonra artıq mayalanma prosesinin getməsini gələn dərs öyrənəcəyik. Erkəkcik tozcuğunun dişicik ağızcığına düşməsi adlandı tozlanma. Tozlanma daha sonra erkək və dişi qametlərin birləşməsinə və mayalanma prosesinə imkan verir. Deməli, tozlanma olmasa, erkək və dişi qametlər birləşə bilməz, mayalanma getməz. Və mayalanma getməzsə, bitki artıq nə baş verməz? Toxum əmələ gəlməz. Tozlanma getməzsə, bitkinin məhsuldarlığı azalacaq. Yəni, artıq məhsuldarlıq aşağı düşmüş olacaq. Gəlin indi şəkilə diqqət eləyək. Birinci şəkil və ikinci şəkil. Burada nə görürük? Şəkili diqqətlə nəzərdən keçirin və tozcuqların dişiciyin ağızcığına köçürülməsi yolları haqqında düşünün. Aşağıda verilən cədvəldə dəftərinizə çəkin və tamamlayın. Tozcuğun köçürülmə yolları. Diqqət eləyin uşaqlar. Burada tozcuqlara baxın. Özü ətrafa səpələnir. Nə vasitəsilə? Külək vasitəsilə. Deməli, birinci tozcuğun köçürülməsi külək vasitəsilədir. İkinci şəkilə diqqət eləyin. İkinci şəkildə isə həşarat var burada. Arı var. Deməli, ikinci tozlanma vasitəsi həşərat vasitəsilədir. Həşərat. Bunu başqa cür uşaqlar necə adlandırırlar? Külək və həşaratı. Həşarat canlıdır. Ona görə bu biotik amildir, təsir edir. Tozlanmaya bios həyat idi. Biotik, yəni canlının tozlanmada iştirakı. Külək isə canlıdır. A inkar bildirir. A biotik. Yəni canlı olmayan, yəni cansız amillərdə tozcuqların köçürülməsinə kömək edə bilər. Bunu da özümüz üçün qeyd eləyək, çünki bizə lazım olacaq deməli məlumatdır. Ola bilər ki, suallarda verə bilər. Aşağıdakılardan hansı tozcuqların abiotik yolla köçürülməsi yoludur? Bu külək ola bilər, bu su ola bilər. Amma biotik deyəndə canlılar vasitəsilə həşarat ola bilər, müxtəlif heyvanlar ola bilər.
Müzakirə edin, tozlanan bu çiçəklərin hansı xüsusiyyətləri vardır? Diqqət eləyin küləklə tozlanan bitkilərdəki çiçəklərə. Baxın, xırda-xırda nə qədər çiçək var. Qrup şəklində toplanıb. Amma çiçəklərə baxın, nə əlvan rənglidir, nə belə gözə çarpacaq dərəcədə tacı var, yəni ləçəkləri var. Amma uzun bir qrup əmələ gətirib bu çiçəklər və tozcuqlar da fikir verin, çox xırdadır. Xırdadırsa çox yüngüldür, yüngüldürsə külək vasitəsilə asanlıqla yayıla bilər. İkinci şəklə diqqət eləyin. Burada da xırda-xırda çiçəklər qrup şəklində toplanıb, amma necə də rənglidir. Onda həşarat bunu uzaqdan görə bilir və həşaratı cəlb eləmək üçündür bu uyğunlaşma. Keçdik tozlanmanın növlərinə. Uşaqlar, tozlanmanın növləri özünüz üçün qruplaşdıra bilərsiniz. Tozlanma iki cür olur. Bir, öz-özünə tozlanma. Bir də çarpaz tozlanma. Əvvəlcə öz-özünə tozlanmanı öyrənək. Tozlanmanın tərifini bir dənə yadımıza salaq. Dedik ki, erkəkcik tozcuğunun dişicik ağızcığına düşməsi prosesi tozlanmadır. İndi bu cümləni mən deyirəm ki, erkəkcik tozcuğunun həmin çiçəkdəki və yaxud da eyni bitkinin bir bitki üzərindədir, yəni bir ağacın üzərində olan başqa bir çiçəyin ağızcığına düşməsi də öz-özünə tozlanmadır. Tozlanmada demədim bu bitkinin və yaxud da başqa bir bitkinin. Sadəcə dedim ki, erkəkcik tozcuğu dişicik ağızcığına düşürsə bu tozlanmadır. Öz-özünə tozlanmada isə erkəkciyin tozluqlarından ayrılan tozcuqlar həmin çiçəyin, yəni eyni çiçəyin və ya o eyni bitkinin başqa bir çiçəyinin, məsələn, ərik ağacını götürək. Ərik ağacının üzərində çoxlu çiçəklər var. İndi mən məsəl üçün ərik götürdüm də. Onun əgər erkəkcik tozcuğu həmin çiçəyin dişiciyinin ağızcığına və yaxud da o ağacdakı başqa bir çiçəyin dişiciyi ağızcığına düşürsə, bu öz-özünədir. Amma başqa bir ərik ağacına keçərsə, onda çarpaz olacaq. Onu birazdan izah edəcəm. Sadəcə ərik çiçəklərini gördüyünüzə görə onu misal göstərdim, amma öz-özünə tozlanma deyil. O da həşərat vasitəsilə tozlanır. Sadəcə beyninizdə fikir formalaşsın deyə deyirəm. Deməli, öz-özünə tozlanma eyni çiçək daxilində də gedə bilər. Bir bitkinin çiçəkləri arasında, amma eyni bitki olsun ha, yaxşı? Yəni müxtəlif bitkilər olmasın. Bir dənə bitkinin bir ağacın üstündəki çiçəklərə, amma o başqa bir ağacın üstündəki çiçəklərə qonarsa, bu artıq öz-özünə olmayacaq. Öz-özünə tozlanan bitkilərin çiçəkləri iki cinslidir. İki cinsli nə demək idi? Yəni orada həm erkəkcik, həm də nə olmalıydı? Dişicik olmalıydı. Hətta bunları deməli, onların işarələri ilə də qeyd eləyə bilərik. Erkəkciyə A demişdik, dişiciyə də G demişdik. Bu da olur, yəni iki cinsli. Yəni həm erkəkciyi var, həm işarəsi var. Simvol kimi də çəkəndə necə çəkirdik? Belə. Yəni iki cinsli hermafrodit çiçəklər olmalıdır. Erkəkcik və dişiciklər adətən eyni vaxtda yetişirlər. Eyni vaxtda yetişməlidirlər ki, erkəkciyin tozcuqları dişiciyin ağızcığına düşsün də. Əgər məsələn dişicik inkişaf eləyib, erkəkcik inkişaf eləməyibsə, bir müddətdən sonra dişicik quruyub məhv olacaq. Onda tozlanma getməli və yaxud da erkəkcik inkişaf eləyib, dişicik isə hələ inkişaf eləməyib. Bu zaman tozcuqlar boş yerə tökülmüş olacaq. Yəni dişiciyin ağızcığına düşmə bilməyəcək. Ona görə də özünüzdə qeyd aparırsınız. Öz-özünə tozlanmanın vacib xüsusiyyətləri. 1. Çiçəkləri iki cinsli olmalıdır. 2. Erkəkcik və dişicik eyni vaxtda yetişməlidir. 3. Dişiciyin ağızcığı bilavasitə erkəkcikdən aşağıda və ya onunla eyni səviyyədə yerləşməlidir. Bu da öz-özünə tozlanmanın xüsusiyyətləridir. Bəzi iki cinsli bitkilərdə, məsələn, əzbər hissəmiz, noxud, buğda, darı. Bitkilərin çiçəklərində öz-özünə tozlanma çiçəkləri açılana qədər baş verir. Hansı bitkilər idi? Noxud idi, buğdaydı, darı idi. Onların çiçəkləri açılanda uşaqlar artıq tozlanma olub bitmiş olur. Yəni, onlar çiçəyi açıldıqda hazır tozlanmış çiçəyidir ki, açılır. Hətta bizə belə suallar düşə bilər ki, məsələn, hansı bitkilərin tozlanmasına müxtəlif amillər, məsələn, külək, yağış təsir göstərməz.
Buğdadır, noxuddur, darıdır. Çünki çiçəkləri bağlıdır da, yağış ona necə təsir göstərsin ki? O daxildə onsuz da tozlanma gedəcək. Bunu da özümüz üçün bir qeyd yazırıq. Deməli, öz-özünə tozlanma həm açılmış çiçəkdə, həm də bağlı çiçəkdə ola bilər. Bağlı çiçək misal hansı bitkiləri göstərdik? Noxud, buğda, darı. Öz-özünə tozlanma uzun illər baş verdikdə belə bitkilər cırlaşır və məhsuldarlıq azalır. Ona görə də əslində öz-özünə tozlanma bitkilərin cırlaşmasına səbəb olur. Şəkillərlə öyrənirik. Əgər siz refeymə gedəcəksinizsə və yaxud da ola bilər ki, monitorinqlər keçirsin, ola bilər ki, summativə düşsün, dərsliyimizdəki şəkillərə diqqət edin. Öz-özünə tozlanmanın formaları. Dedik ki, bir çiçəktəki erkəkcik tozcuğunun həmin çiçəkdəki dişici ağacına düşməsi öz-özünə tozlanmadır. Bir də bir çiçəkdəki erkəkcik tozcuğunun eyni bitkinin üzərindəki başqa bir çiçəyin dişici ağacına düşməsi də öz-özünə tozlanmadır. Əgər bu başqa bitkiyə getmirsə, amma eyni bitkinin başqa çiçəyinə gedirsə, bu öz-özünə tozlanmadır. Ümid edirəm ki, bu sözü bir neçə dəfə deyib başınızı ağrıtmıram. Əksinə aydın başa düşürsünüz. Geçdik çarpaz tozlanmaya. Çarpaz tozlanma nədir? Bir çiçəyin erkəkcik tozcuğunun başqa bir bitkinin çiçəyinin dişiciyin ağacığına düşməsi çarpaz tozlanmadır. Çarpaz tozlanmanın da xüsusiyyətləri vardır. Necə ki, biz öz-özünə tozlanmanın xüsusiyyətlərini sadaladıq. İndi də çarpaz tozlanmanı deyəcəyik. Tozlanma zamanı tozcuqlar bir bitkinin çiçəyindən digər bitkinin çiçəyinin ağacığına düşür. Məsələn, bu A bitkisi olsun, bu da B bitkisi olsun. Eyni növdən olan bitkilərdir bunlar. Məsələn, tutaq ki, olsun çovdar, olsun məsələn söyüd, qovaq. Bunlarda bir bitkidə olan erkəkcik tozcuqları başqa bir bitkidə olan dişiciyin ağızcığına düşür. Yəni bu B bitkisindəki olan tozcuq dənələri gəlir A bitkisindəki öz çiçəyini tozlandırmır. Başqa bir bitkinin çiçəyinin dişiciyi ağızcığına düşür, onu tozlandırır. Bu tozlanma adlanır, deməli, çarpaz tozlanma. Bir dənə şəklə diqqət eləyin uşaqlar. Şəkildə dişiciklə erkəkciyə diqqət eləsəniz, başa düşəcəksiniz ki, bunda niyə öz-özünə tozlanma baş vermir. Baxın, çarpaz tozlanmada çiçəklər iki cinsli ola bilər. Biz öz-özünə tozlanmanın mütləq xüsusiyyətini demişdik, iki cinsli. Çarpazda bir cinsli də ola bilər, iki cinsli də ola bilər. İndi sual verə bilərsiniz ki, ay müəllim, o iki cinslidirsə, niyə öz-özünü tozlandırmır? Diqqət eləyin, erkəkciklərə baxın. Erkəkciklər buradadır, dişiciyin ağızcığına baxın, yuxarıdadır. Ona görə də bu bir uyğunlaşmadır. Dişiciyi ağızcığı erkəkciklərdən yuxarıda yerləşir ki, öz-özünü tozlandırmır. Və yaxud da müxtəlif vaxtlarda yetişirlər. Məsələn, biz öz-özünə tozlanmada nə dedik? Dedik ki, ikisi də eyni vaxtda yetişməlidir ki, tozlanma baş versin. Amma bunlarda bir uyğunlaşmadır ki, müxtəlif vaxtlarda yetişirlər. Yəni şəkillərə də diqqət edin. Sizə şəkil verər, deyər ki, sizcə bu öz-özünə tozlanmadır. Yoxsa çarpaz, əgər erkəkciklər dişiciyin ağızcığından aşağıdadırsa, deməli orada öz-özünə tozlanma getməz. Buna da diqqət eləyirik. Davam eləyək dərsliyimizlə. Bu tozlanma formasına təbiətdə daha çox rast gəlinir. Bu suallar içərisində də düşür. Ən çox hansı tozlanma formasına rast gəlinir? Çarpaz tozlanmaya. Erkək və ya dişi çiçəkli bütün bitkilər çarpaz tozlanır. Nə dedik? Erkək və ya dişi çiçəkli. Erkək çiçəkli, dişi çiçəkli. Yəni bir cinsli çiçəklərdən gedir söhbət, elə deyil. Bir cinslidirsə onsuz da erkəkdirsə orada dişicik yoxdur ki, orada tozlanma getsin. Dişicikdirsə erkəkcik yoxdur ki, tozlanma getsin. Ona görə də deyirik, erkək və ya dişi çiçəkli bütün bitkilər çarpaz tozlanır. Yəni bir cinsli bitkilər çarpaz tozlanır ifadəsi doğrudurmu? Bəli, doğrudur. Bu bitkilərin çiçəyində yalnız erkəkcik və ya dişicik olduğuna görə öz-özünə tozlanma baş verə bilməz. Çünki yoxdur axı digər hissə ki, tozlanma baş versin. Çarpaz tozlanan bir sıra iki cinsli çiçəkli bitkilərdə də
e, bitkilərə də rast gəldik. Deməli, uşaqlar, çarpaz tozlanma bir cinsli çiçəklərdə də baş verə bilər, iki cinsli çiçəklərdə də baş verə bilər. Yəni biz konkret qayda tutmuruq əlimizdə ki, ancaq bir cinsli çiçəklərdə baş verir. Yox, iki cinslidə də. Amma öz-özünə tozlanmada demişdik ki, yalnız iki cinsli olmalıdır onlar. Gəldik indi. Əgər iki cinslidirsə, onda erkəkciklər və dişiciklər müxtəlif vaxtlarda yetişir. Ona görə də öz-özünü tozlandıra bilmir. Həmçinin dişicik ağızcığı erkəklik tozluğundan yuxarıda və ya aralıda yerləşdiyinə görə öz-özünə tozlanma ehtimalı azalır. Bunlar da bizim çarpaz tozlanma üçün vacib olan qaydalarımızdır. Hansı ki, sualların içərisində doğrudur, yanlışdır, çarpaz tozlanmaya aid xüsusiyyətləri seç, öz-özünə tozlanmaya aid xüsusiyyətləri seç deyə suallar tərtib edəndə uşaqlar mütləq dərsliyimizdəki cümlələrdən istifadə olunur. Ona görə də diqqətli olun bu hissəyə. Çarpaz tozlanma və ona uyğunlaşma nəticəsində bitkilərdə müxtəliflik əmələ gəlir. Cırlaşma hansındaydı? Öz-özünə tozlanmada. Müxtəliflik hansındaydı? Çarpaz tozlanmada. Sual verə bilərsiniz ki, niyə müxtəliflik? Çünki axı başqa bir bitkidəki tozcuq gəlir, həmin digər çiçəyin, digər bitkinin çiçəyini tozlandırır. Ondakı olan əlamətlər gəlir, tozlanma baş verir. Gələcəkdə bundan mayalanma olub toxum əmələ gələcək. Ona görə də çarpaz tozlanmada müxtəliflik əmələ gəlir. Çarpaz tozlanma nəticəsində ziqot irsiyyətcə müxtəlif fərdlərin qametlərinin mayalanmasından əmələ gəldiyi üçün fərd yeni bioloji əlamətlər qazanır, mühitə uyğunlaşma və həyati qabiliyyəti artır. Bu ziqotu biz gələn dərsimizdə keçəcəyik, mayalanma nəticəsində yaranır. Ziqot qametlərin birləşməsindən yaranır. Yəni, erkəkcikdə olan tozcuğun içərisində olan erkək qametlər var. Bir də dişicikdə yumurtacığın içərisində dişi qametlər var. Onların birləşməsindən ziqot yaranır və ziqot da yeni bir bitkiyə başlanğıc verir. Düşün, müzakirə et, paylaşa baxaq. Öz-özünə və ya çarpaz tozlanan bitkilərin nəslinin kəsilmək təhlükəsinə səbəb ola bilərmi? Nə üçün? Öz-özünə və ya çarpaz tozlanma bitkilərin nəslinin kəsilmək təhlükəsinə səbəb ola bilərmi? Ola bilər. Çünki bu zaman nə baş verəcək? Onlar tozlana bilməsə, məhsuldarlıq aşağı düşəcək və nəslinin kəsilmək təhlükəsi baş verə bilər. Hansında? Öz-özünə tozlanmada. Çünki bu artıq cırlaşmaya səbəb olur və cırlaşma nəticəsində də getdikcə onların nəsli kəsilə bilər. Bilirsiniz miyə baxaq, bilirsiniz milərdə diqqətli oxumalıyıq. Bu bizə elə belə verilməyib. Həmçinin şəkillər də bizə elə belə verilməyib. Ona görə də bu hissələrə diqqət edirik. İnsan müəyyən məqsədlə özü bir bitkinin tozluğundan tozcuqlara digər bitkinin dişicik ağızcığına köçürür. Neynir? İnsan özü köçürür. İnsan neynir? Tozlanma eləyir. Onda bu tozlanma necə tozlanmadır? Süni tozlanmadır. Yəni bitki heç nə eləmədi və yaxud həşərat eləmədi, abiotik amil eləmədi. İnsan elədi bunu. Bu da bir biotik amildir. Yəni insan canlıdır axı. Və süni tozlanma aparır. Süni tozlanma adlanan bu üsul yeni bitki sortu almaq, mədəni bitkilərin məhsuldarlığını artırmaq üçün tətbiq edilir. Mədəni bitki nədir? Uşaqlar, bir var yabanı bitki, bir var mədəni bitki. Yabanı odur ki, özü bitsin torpaqda. Təbiət tərəfindən ona belə deyək, qulluq edilir. Yəni özü bitir. Məsələn, alaq otları fikir verin, ona heç kim alaq otuna su vermir. Elə deyil, amma alaq otları yamyaşıl qalır. Amma həyətimizə əkdiyimiz bir qızıl gülü sulamasaq nə olar? Quruyar. Çünki onu biz əkmişdik. O mədəni bitkidir. O, bizim qulluğumuza ehtiyac duyan bitkidir. Otlar isə bizim qulluğumuza ehtiyac yoxdur. Təbiətin dəyişkən amillərinə qarşı dözümlüdür. Mədəni, yəni insanların əkib becərdiyi bitkilərdir. Bitki sortu hər hansı bir mədəni bitkinin təsərrüfat üçün daha qiymətli xüsusiyyətləri olan formasıdır. Deməli, bitki sortu nədir? Hər hansı bir mədəni bitkinin təsərrüfat üçün daha qiymətli xüsusiyyətləri olan formasıdır. Yəni, daha əhəmiyyətli olan formasıdır. Məsələn, çiçəklərinə görə istifadə olunsun, meyvəsinə görə istifadə olunsun, toxumuna görə istifadə olunsun. İndi gəlin baxaq. Burada biz iki cinsli bir çiçək görürük. Dişiciyi var, erkəkciyi var. Yəni, hermafrodit bir çiçəkdir. Yəni, iki cinsli bir çiçəkdir. Bu çiçəkdə nə edirlər? Tozcuq köçürülür.
Götürdüler bunun erkekciğin tozluğundan tozcukları dişiciğin ağızcığına koydular. Yani bakın erkekçikler kesildi bu bitkide. Öz-özünə tozlanmanın qarşısını almaq üçün götürdülər başqa bir bitkinin erkekçiyinin tozcuqlarını dişiciyin ağızcığına koydular. Bununla da süni tozlanma apardılar ki, cırlaşma olmasın və məhsuldarlıq yaxşı olsun. Tozlanma üçün uyğunlaşmalar hansı ola bilər? Tozlanma quşlar, həşaratlar, digər heyvanlar kimi biotik, eləcə də külək, su kimi abiotik tozlandıcılar vasitəsilə olur. Deməli, tozlanma həm biotik, həm də abiotik amillərlə ola bilər. Məsələn, əzbər hissəmiz yenə xüsusi qeyd edib öyrənəcəyimiz hissə. Çovdar, qarğıdalı, palıd, fındıq, qoz. Bu bitkilerin tozlanması küləkdən asılıdır. Bizə sual düşə bilər. Küləksiz havada hansı bitkilərin məhsuldarlığı aşağı düşə bilər? Deməli, küləklə tozlananların hansılardır? Çovdar, qarğıdalı, palıd, fındıq, qoz kimi bir çox bitkilər küləklə tozlanır. Baxın, nə qədər xırdadır, toza oxşuyur elədir. Şəkilə diqqət eləyin bu şəkilə. Külək onları yayır. Özü də küləklə tozlanmaya uyğunlaşma olaraq uşaqlar, onların tozcuqları çox xırda, erkəkciyin sapı çox uzun olur ki, külək onu silkələyə bilsin. Tozcuqlar da o qədər yüngül olur ki, külək onu apara bilsin. Öz də içində tozcuqları daha çox olur ki, axı düşməmə ehtimalı da var. Daha çox yayıla bilsin. Bu üsulla tozlanan bitkilərin əksəriyyətində çiçək yanlığı. Çiçək yanlığı deyəndə nəyi nəzərdə tutmuşduq? Yəni onun tacı, yəni ləçəkləri, bir də nə idi? Kasacığı idi. Kasacıq bunlar idi. Bunların da şərti işarələri var idi. C və K kimi işarə eləmişdik. Və yaxud da eyni cür yarpaqcıqlar, məsələn, P kimi işarə eləmişdik. İşarələrə də diqqət edin uşaqlar. Keçən dərsdə onları qeyd etmişəm. Və onların əksəriyyətində, yəni küləklə tozlanan bitkilərin əksəriyyətində çiçək yanlığı, nektar, ətirli çiçək olmur. Yəni o neynir ki, həşəratı cəlb eləmir ki, bunlar olsun. Ona görə də onların çiçəkləri görkəmsiz, xırda, adətən çiçək qruplarında toplanırlar. Ki, çoxlu qrup şəklində toplansınlar ki, tozlanma gedə bilsin. O çiçəklər yan-yana yerləşsinlər ki, dişici yağılcığına düşə bilsinlər. Belə çiçəklərin erkəkcik saplağı uzun, tozcuqları xırda, yüngül, quru və çoxsaylı olur. Uşaqlar, bu küləklə tozlanmanın xüsusiyyətləridir. Özünüz üçün qayda dəftərinizdə yazacaqsınız küləklə tozlanma, altından bitkilərin adını yazacaqsınız. Sonra xüsusiyyətlərini yazacaqsınız. Çiçəkləri görkəmsiz, nektarsız, sonra xırda çiçək qruplarında toplanır. Erkəkcik saplağı uzun, tozcuqları kiçik, yüngül, quru və çoxsaylı olur. Bu oldu abiotik amil olan, yəni cansız bir amil olan küləyin tozlanmada rolu və buna uyğunlaşan bitki. Bəzi bitkilərin tozlanmasında su iştirak edir. Su da abiotik amildir, yəni cansız amildir. Yağış yağdıqda tozcuqlar erkəkciklərdən yuyulub dişicik ağacığına düşə bilər. Məsələn, şanagüllə əzbər, su zambağı, mütləq əzbər kimi suda yaşayan bəzi bitkilərdə tozcuqlar su üzərində üzür və bitkinin erkəkciklərindən dişiciyə doğru hərəkət edir. Hansı bitkilərdə? Şanagüllə və su zambağı. Bizə yenə bir test düşə bilər ki, aşağıdakı bitkilərdən hansında abiotik amil olaraq su tozlanmada iştirak edir? Şanagüllə və su zambağı. Dərsliyimizdən kənar bitki adı olmayacaq. Dərsliyimizdə nə varsa onu öyrənin mütləq. Bitkilərin tozlanmasında bəzi heyvanlar da iştirak edə bilər. Bu bitkilərin adətən iri, parlaq, əlvan rəngli, nektarla zəngin, müxtəlif güclü ətirli çiçəkləri olur. O ətirə, o görkəmə heyvanlar gəlirlər. Onları cəlb edir. Məsələn, biz özümüz də qəşəng çiçəklər görəndə xoşumuza gəlir, zövq alırıq, onları almaq istəyirik. Heyvanlar da
onların görkəminə cəlb elədiyinə görə əslində onlar qida axtarırlar orada. Nektarla qidalanan heyvanlar ola bilər. Kəpənək, arı, milçək kimi həşaratlar, deməli həşaratlardan hansıları dedik? Kəpənək, arı, milçək, quşlar, yarasalar üçün çiçəklərin bu əlamətləri cəlb edicidir. Yəni parlaq rəngi, nektarı, ətri onları cəlb edir. Heyvanlar həmin çiçəyə qonub hərəkət etdikcə onların bədəninə yapışmış tozcuqlar eyni çiçəyi də tozlandıra bilər və ya müxtəlif çiçəklərin ağızcığına köçürülə bilər. Bu da olur, deməli, tozlanmada biotik canlı amili, hansı ki, bunlar da tozlanmaya təsir edir. Məsələn, burada da baxın, quşun çiçəyi nektarı ilə qidalanması həm də onun o toz erkəkciyinə də toxunur. Erkəkciyin tozcuqları da çiçəklərə yayıla bilir, yəni çarpaz tozlana bilir. Gəldik çovdar çiçəyinin quruluşuna. Uşaqlar, dərsliyimizdə olan hər çiçəyin hər bir hissəsinə diqqətlə baxın. Çünki o hissələr bizə bir məlumatdır. Məsələn, baxın, burada sümbül pulcuğu var, çiçək pulcuğu var. Sonra nə var? Tozluq erkəkciyin hissəsidir. Erkəkcik sapı, dişicik ağızcığı, bu dişicikdir, bu yumurtalıqdır. Dişicik ağızcığına bir dənə diqqət edin uşaqlar. Bir, iki. Çovdarda neçə dənə dişicik ağızcığı var? İki dənə. Əksər bitkilərdə biri olur, amma çovdar, ümumiyyətlə taxıllara aid olan buğda, arpa, çovdar, bunlarda artıq dişicik ağızcığı iki dənə olur. Bir dişicikdə iki dənə ağızcıq var. Məsələn, bir məsələ sizə düşə bilər ki, əgər çovdar bitkisinin çiçəklərində cəmi 20 dişicik ağızcığı saymışamsa, neçə dişicik var? Biz buradan gördük ki, bir dişiciyin iki dənə ağızcığı var. Onda neçə dənə dişiciyin 20 dənə ağızcığı olar? Buradan tapırıq 10 dənə dişicik varmış ki, ona görə cəmi 20 dənə ağızcıq olub. Amma məsələn desə ki, 20 dənə dişicik varsa, onda neçə dənə ağızcıq var? Bu zaman deyirik, bir dişiciyin iki ağızcığı var. Onda 20-də 20-ni 2-yə vuracağıq, 40. Ona görə də fikir verin, sualda sizə ağızcığın miqdarını verir, yoxsa dişiciyin? Ağızcığı verib dişiciyi soruşursa 2-yə bölürük, dişiciyi verib ağızcığı soruşursa 2-yə vururuq. Burada diqqətli oluruq. Çiçək yetişən zaman erkəkcik və yumurtalığın qayda hissəsində lodikula adlanan pulcuqlar şişir. Lodikula adlanan pulcuqlar. Hanı lodikula? Baxın, bunlardır. Lodikula adlanan iki dənə pulcuq var. Bu pulcuqlar şişir. Bu, çiçək pulcuqlarının açılmasına, erkəkcik və dişiciklərin kənardan görünməsinə xidmət edir. Baxın, bu çiçək pulcuqları bağlıydı. Lodikula yetişəndə başlayır bunun kənarlarına doğru bir təzyiq göstərməyə. Aralanır axı, böyüyür. Böyüyəndə nə edəcək? Çiçək pulcuqlarını aralayacaq və pulcuqlar aralandığına görə erkəkcik və dişicik artıq kənardan görünəcək. Çiçək pulcuqları aralandıqdan sonra erkəkcik sapları sürətlə böyüyərək iri tozluqlarını xaricə çıxardır. Uşaqlar, tozluqla tozcuğu qarışdırmayın. Tozluq, tozcuğun yerləşdiyi kisədir. Tozcuq isə xırda-xırdadır. Uzun erkəkcik sapları yellənərkən üzərindəki tozluqlar açılır. Bu tozluqlar açıldı. Onların içərisindəki tozcuqlar tökülür. Bu zaman külək vasitəsilə tozcuqlar qonşu bitkinin dişicik ağızcıqları üzərinə düşür və bununla da çovdar çarpaz tozlanır. Özdə bayaq oxuduq, çovdar necə tozlanırdı? Çovdar külək amili vasitəsilə tozlanan bir bitkidir. İndi gəldik lupinə. Çovdar küləklə tozlanır. Görək lupin necə tozlanır? Həşaratlar, məsələn arı, bu çiçəyin yelkən ləçəyinin üzərinə qonduqda, onun bədəninin ağırlığından ləçək aşağı basılır. Baxın, yelkən çiçək. Bura qonduqda, onun bədəninin ağırlığına görə ləçək aşağıya doğru basılır. Bu zaman çiçəyin ağızcıq hissəsi açılır. Baxın, çiçəyin ağızcıq hissəsi açılır. Nəticədə dişiciyi əhatə edən erkəkcik borusunun aşağı hissəsi genişlənmiş olur. Arı avar ləçəklərinin arasından, gəlin avar ləçəklərini də tapaq,
Deməli, baxın, budur avar ləçəkləri. Avar ləçəkləri biri buradadır, biri də bu tərəfdən olurdu. Uşaqlar yandan kəsiyi göstərildiyinə görə iki dənə avar ləçəyi olur. İndi onun düsturunu da sizə göstərəcəm. Avar ləçəklərinə arasında çiçəyin içərisinə daxil olur. Bu zaman onun üzərinə qayıqcığın altında, qayıqcığı da tapaq, qayıqcığın altında yerləşmiş erkəkciklərdən çoxlu tozcuq tökülür. Erkəkciklərdir. Görürsüz, dişicikdən aşağıda yerləşir. Deməli, çarpaz tozlanır və həşarat vasitəsilə tozlanır lupin, yəni acı paxla. Həşarat çiçəyin içərisində hərəkət etdikcə şirin nektara çatır və digər acı paxla bitkisinin çiçəklərindən gətirdiyi tozcuqları da dişiciyin ağızcığına köçürür. Deməli, lupin həşarat vasitəsilə çarpaz yolla tozlanan bir bitkidir. İndi sizə bunun formulunu göstərəcəm. Keçən dərs çiçək mövzusunda belə bir formul var idi. Baxın, bu formul. Nədir? Kasa yarpağı 5 dənə bitişik, ləçək 1 üstəgəl 2, bunlar sərbəstdir. 2 dənə də bitişik ləçək var. Erkəkci 9-u bitişik, biri sərbəst, dişicik 1 dənədir. Yəni 2 cinslidir, hermafroditdir. Bu acı paxlanın çiçək düsturudur. Yəni lupinin. Necə dedik? Kasa yarpağı 5 dənə bitişikdir. Kasa yarpaqları bitişikdirlər. 5 dənədir. Ləçək, yəni C ilə işarələdik. Yazdıq 1, üstəgəl 2, üstəgəl mötərizədə 2. Və uşaqlar sual verirdilər ki, niyə bu ikisi də sərbəstdir? Biz bunları 3 üstəgəl 2 kimi yazmadıq. Çünki uşaqlar, bu çiçəklərin quruluşu bir-birindən fərqlənir. Baxın burada. Buranı silim ki, aydın sizə göstərə bilim. Baxın, yelkən bir dənədir. Avar 2 dənədir. Yelkənlə avar eyni ləçək deyil, quruluşlarına görə fərqləndilər. Ona görə də burada yazdığımız bu sərbəst bir yelkən ləçəyidir. Sərbəst 2 avar ləçəkləridir. Bitişik ləçəkləri isə bir dənə qayıqcığı əmələ gətirirlər. Yazdığı burada qayıqcıq, bir dəqiqə qayıqcığı da göstərək. Baxın, qayıqcıq. Bax, bunlar bitişik ləçəklərdən əmələ gəldi. Bu qayıqcıq hissəsi. Bir dəqiqə, qələmim səhv yeri işarələdi. Bircə dəqiqə. Aha. Deməli, qayıqcıq ləçəkləri, baxın, 2 dənəsi birləşdi, bir dənə qayıqcığı əmələ gətirdi. Burada hansı ləçəyi idi? Avar ləçəyi. Avar ləçəyində bir tərəfi, bir də bu tərəfdəndir. Bu sadəcə yandan kəsiyidir. Onlar bitişikdir, sərbəstdirlər. Amma qayıqcığı əmələ gətirən ləçəklər bitişikdir. Bir dənə qayıqcıq olur ha, deməli, lupində. Amma 2 dənə ləçəyin birləşməsindən bir qayıqcıq yaranır. Burada diqqət eləyin. Və erkəkcik də dedik ki, erkəkciyi nə ilə işarələmişdik? A ilə işarələmişdik. A 9-u bitişik, biri sərbəst və G, yəni dişicik də bir ədəd olur. Bu da acı paxla, yəni lupinin çiçək düsturudur. Bunu da özünüz üçün qeyd edin. Yəni əvvəlki mövzumuzda verilən o düstur lupin, yəni acı paxla bitkisinə aid idi. Keçdik nəhayət öyrəndiklərinizi tətbiq edinə. Bioloqlar arıların çiçəklərə nə üçün qonduqlarını daha ətraflı öyrənmək istəyirlər. Onlar bilirlər ki, arılar nektarla qidalanmağı çox sevir. Ancaq təkcə nektar arıları cəlb etmək üçün kifayətdirmi? Bunu yoxlamaq məqsədi ilə süni çiçəklərdən istifadə ediblər. Bu məqsədlə onların bəzilərinə nektar əlavə ediblər. Digərlərinin isə tacını, ləçəklərini çıxarıb günəşli bir gündə həyətdə qoyublar. Bioloqlar arının bu bitkilərə neçə dəfə qonduğunu sayaraq onun aşağıdakı kimi cədvəldə qeyd ediblər. Bitkilərdən, deməli, hansının ki həm nektarı, həm tacı var idi, ora 48 dənə arıların çiçəyə qonma sayı, yəni 48 dəfə qonublar arılar çiçəyə. Nektarı yoxdur, amma tacı var. Baxır, cəlbedici gəlir ona. Bu zaman 35 arı çiçəyə qondu. Nektarı var, tacı yoxdur. Cəlb eləmir arılar. Arı uçur. Nə bilsin içində nektar var ya yox, amma görünüşü onu cəlb eləyirdi. Ona görə də 4 dənə arı. Arının qonma sayı 4. Nektarlığı da, tacı da yoxdur. Təsadüfən ola bilər ki, o arı o çiçəyə qonub 1. Onda biz buradan nə nəticəyə gəlirik? Nektardan da önəmli cəlb etmədir, tacıdır.
əlvan rəngidir ki, arıları cəlb edir. Burada da diaqramı qurmaqdır. Dedi ki 48 dənə əgər nektarı və tacı olan qovmasıdırsa 45-dən yuxarı hissədən, yəni bu formada siz biraz əyri oldu qələmimlə indi siz üzürlü sayın, amma siz düz çəkərsiniz də. Aha, belə formada çəkirik. Nektarlığı yox, tacı var. Bu zamanda neçəsi qonmuşdu? O neçə dəfə qonmuşdu? 35. Onda 35-dən bura, yəni bu formada, yəni ora baxaraq diaqramın hissələrini dolduracaqsınız. Digərlərini də özünüz qeyd edirsiniz. Yəni konkret gözünüzün qabağındadır. Keçdik. Bu hissəni dedik, öyrəndiklərinizi yoxlayın. Nə üçün çarpaz tozlanmanın baş vermə ehtimalı öz-özünə tozlanma ilə müqayisədə daha azdır? Çünki öz-özünə tozlanmada elə həmin bitkinin çiçəyinin və yaxud da həmin çiçəyinin, yəni erkəkçiyin həmin çiçəyin dişicik ağılcığına düşür. Amma çarpaz tozlanmanın getməsi üçün amillər lazımdır. Biotik və yaxud da abiotik. Bəlkə o çiçəyə həşərat qonmayacaq, bəlkə külək olmayacaq, çovdarın küləklə tozlanması baş verməyəcək. Ona görə də baş vermə ehtimalı öz-özünə də daha çoxdur, çarpazda isə daha azdır. Amma müxtəlifliyin yaranması çarpazda daha çoxdur, çünki daha müxtəlif əlamətlər yaranır, başqa çiçəyin tozcuqları gəlir, öz-özünə də isə cırlaşmaya səbəb olur. Əgər bitkinin iki cinsli çiçəkləri kiçik, görkəmsiz, ətirsiz, nektarsızdırsa bu bitkilərdə tozlanma necə gedir? Fikrinizi əsaslandırın. Əgər çiçəyi görkəmsiz, ətirsiz, nektarsızdırsa, bu öz-özünə tozlana bilər uşaqlar. Elə deyil. Çünki öz-özünə tozlamada onun ətri, görkəminin ehtiyacı yoxdur. O da öz-özünü tozlandırır. Bir də hansını demişdik? Çarpaz tozlanmanın küləklə tozlanan bitkilərində də ətirsiz, görkəmsiz, nektarsız ola bilər. Bu da oldu bizim tozlanma mövzumuz. 3-cü bölməmizin 2-ci mövzusu. Dərsi diqqətlə dinləyin. Əzbər olan hissələri mütləq öyrənin. Bir də dediklərimi də qayda şəklində yazsanız, bu dərsi mükəmməl öyrənib, summativdə bu dərsə aid sualları da düzgün cavablandıracaqsınız. Sağ olun, gələn dərslərdə görüşərik.